Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Bu sual tez-tez magistr imtahanlarında qarşımıza çıxırdı. İndi isə təzə-təzə dövlət qulluğu imtahanında da qarşımıza çıxmağa başlayıb. Əslində bu sual məsələ kimi görünür, lakin şifrəli əməllər mövzusuna aid olan bir sualdır. Gəlin həllinə birlikdə baxaq. Dövrəqəmli ədədin ilk rəqəmi 7-dir. Bizə deyir dövrəqəmli ədəd. Yazıram dövrəqəmli ədədin, baxın. İlk rəqəmi 7-dir. 7 yazıram. Digərində ürəyim istədiyi kimi hərflər qoyuram. Bu mənim dövrəqəmli ədədim. Aha. Sonra mənə deyir ki, bu rəqəmi ədədin əvvəlindən silib, yəni 7-ni əvvəlindən silib, sonuna yazdıqda, gəlin sonuna yazaq. A-yı bura yazıram onda, B-ni bura, C-ni bura. Əvvəlindən sildim, yazıram sonuna. Sonuna yazdıqda alınan ədəd verilən ədəddən 4158 vahid kiçik olur. Verilən ədədini tapın. Səndən verilən ədəd yuxarıdakını soruşur. Deyir ki, çıxanda nə qədər az olmuş olur? 4158 vahid. 4158. Baxın, sizin bir dənə şifrəli əməllər sualınız. İndi gəlin həll edək. C-in neçə ola bilər? C-in 5-dir, düzdürmü? 15-dən 7-sini çıxanda 8 qalır. 15-dən nə deyirik? Bundan birini götürmüşük ondasa. C-imiz neçədir? C-imiz olur burada 5 idi, yazdıq. C-imiz 5-dirsə, neçədən 5-in çıxanda 5 qalır? Baxın yoldaşlar, bu neçə ola bilər? Deməli, əgər 10 idi, belə fikirləşirəm ki, burada 1 idi, baxın, B-in 1 idi. Ondan 5-in çıxanda 5 qalar da, başqa nə qalar ki? Burada 1 idi, 1-dən götürdü, qoydu bura 5-in üstünə, burada qaldı 0. Bax, 1 idi. İndi bundan 0 qaldı, götürdü bunu qoydu bura, bu elədi 0, 10 elədi. Ondan 5-in çıxdı, qaldı 5-i. Bura 1-dirsə, aha. Buradan da 1-in götürüb qoyub bunun üstünə. Ayım neçəymiş onda? Ayım 2 imiş ki. 1-in götürüb qoyub bura 2 deyilmiş, 3 imiş. 3 imiş ki. 3-dən 1-in götürdü qoydu bura, bu qaldı 2. 2-dən də 1-in çıxdı, 1 qaldı. Eyni qayda. Ayım 3-dürsə, 7-dən də 3-ün çıxacağım qalacaq 4. Deməli, ilk ədədimiz neçə oldu? 7315. B-in 1-dir, aşağısına yanına yazmışam deyə burada görünmür. Cavabımız 7315 olmuş olur.